arxasını göstərənlərin sayı gündən-günə artır. Nəyə görə bir insan təqdimat etdiyi zaman ilk arxasını göstərsin? Yəni arxasını üzündən daha mı gözəl hesab edirlər? Yoxsa niyə? Təsəvvür edirsinizmi? Qarşımıza bir video çıxır. Öncə bir arxa görürük. Arxasını görəndən sonra bilirik ki, sən demə bu arxa filan kəsin imiş. O qədər arxalarını göstərirlər ki bu xalqa. Artıq bəzi adamları, bəzi qadınları bu xalq arxasından tanıyır. Məsələn, önünüzə bir 10 popo qoysalar, o 10 popoya baxıb deyə bilərsinizmi bu hansınındır, o hansınındır? O yerə qədər gəlib çatacaq, çatdıracaqlar. Baxın, sizə bir söz deyim. Hamımızın şəxsiyyət vəsiqəsi var. Ya şəxsiyyət vəsiqəsi, ya da pasportu. Yəni, hər birimizin şəxsiyyətini təsdiq edən bir sənəd var. Və bu sənəddə həm də şəxsiyyətimizi təsdiq edən məlumatlar var. Məsələn, şəxsiyyət vəsiqəsində nə yazılır? Filan kəs, filan kəsova, filan kəs qızı, filan tarixdə, filan yerdə doğulub və s. Həm də hər kəsin bir fotosu var. Yəni, foto şəxsiyyəti təsdiq edən məlumatlara daxildir. Məsələn, sənədinizi yoxladıqları zaman sizin üzünüzə baxıb yoxlayırlar. Görək sənəddəki şəxsdən yoxsa yox. Heç kəsin arxasına baxmırlar ki. Amma təsəvvür edin ki, o qədər arxalarını göstərəcəklər ki bu xalqa. Artıq şəxsiyyət vəsiqəsində də üzün yox, arxanın fotosu vurulacaq. Bir təsəvvür edə bilirsinizmi? Sizin sənədinizi yoxlayırlar və arxanıza baxacaqlar, deyəcəklər bəli, şəxsiyyət vəsiqəsindəki sizsiz. Keçə bilərsiniz. Yaxud da bir düşünün ki, xarici ölkəyə səfər edirsiniz. Pasport qeydiyyatından keçəndə həmişə arxaya durub, kameraya baxıb foto çəkdiririk, deyilmi? Siz foto çəkdirəndə arxanızı çevirəcəksiniz. Baxacaqlar, hə, şəxsiyyət vəsiqəsindəki arxadır, keçə bilərsiniz. Niyə? Niyə bunu edirlər? Nə üçün edirlər? Hansı zərurətdən edirlər? Hansı ehtiyacdan edirlər? Niyə?